Salam əziz və dəyərli izləyicilərim. Əvvəlcədən xahiş edirəm ki, ürəyi zəif olanlar mənim bu videoma baxmasınlar. Bir də məni sevməyənlər baxmasınlar. Çünki onlar üçün vacib deyil mənim videolarım. Mən dəyərli izləyicilərim üçün danışıram ki, əziyyətimə dəyər verirlər, şərhlər yazırlar, bəyənirlər. Əlləriniz var olsun əziyyətimə dəyər verdiyiniz üçün. Mənim əzizlərim, bugün çox ürək ağrısı ilə bir xərçəng xəstəsinin son gününü yaşayan xərçəng xəstəsinin mənimlə telefonla danışıb həmin günü axşam dünyasını dəyişən bir qız xərçəng xəstəsinin sözlərini deyəcəm və oxuduğum kitabdan sizə məsləhətlərimi verəcəm. Ola bilsin video biraz uzun oldu, yenə də deyirəm. Kimə maraqlı deyilsə qulaq asmasın. Mənim əzizlərim, məni tanıyanlar bilir ki, mən xərçəng xəstələri ilə əlaqədə oluram, onlarla danışıram, onlara bəzi məsləhətlərimi verirəm və günlərin bir günündə bir xərçəng xəstəsi qız mənlə zəng elədi, danışdı və çox ağır danışa da bilmirdi, çox ağır danışırdı və axşamı da mənə zəng olundu ki, dünyasını dəyişdi. O mənə çox sözlər dedi. İnanın ki, çox ürəyim ağrıdı. Mən hətta bilmirdim ki, o axşama həyatını, dünyasını dəyişəcək. Mənə dedi ki, Məryəm xanım, mən heç özüm üçün yaşamamışam. Mən heyf ki, ömrümə çox az qalıb. Mən istəyərəm ki, siz mənim səsim olub xalqa çatdırasınız ki, həyatın qədrini bilin. Həyat çox gözəldir. Həyat bir hədiyyədir. Həyatı istədiyiniz kimi yaşayın. Və mən sizə deyim ki, videonun üstündə kitabı qoyacağım. Məni tanıyanlar bilir ki, mən çox kitablar oxuyuram. Broniverin müəllifi olduğu, yəni Broniver yazsanız çıxacaq. Onun kitabını istəyərəm əldə edəsiniz. Mən əldə etdim, oxudum və çox təsirləndim. O bir medsestranın xarici ölkədə yaşayan, xərçəng xəstələrinə qulluq edən və son anlarını, son günlərini yaşayan xərçəng xəstələrinə qulluq edən medsestranın yazdığı bir kitabdır. Həqiqətən illərlə onu xarici ölkədə tanıyırlar və o kitab çox oxunubdur, çox. Onun bütün xəstələr haqqında yazır orada. Özünüz oxusanız çox təsirli kitabdır. Çox həyatın qədrini bilərsiniz. Necə gözəl hədiyyə olduğunu, həyatın, doğmalarınızın vaxtında qədrini bilməyini sizə öyrədəcək o kitab. Sevirəm deməyi öyrədəcək sizə o kitab. Əlinizdə olanlara şükür etməyi öyrədəcək sizə o kitab. Çox istəyərəm ki, oxuyasınız. Mən oxudum, çox təsirləndim və mən o həyatlardan keçmişəm. Mən o günlərdən keçmişəm. Mən ağır-ağır əməliyyatlar olmuşam. Üstünüzə sağlıq, sizə demirəm, daşlara deyirəm. Ən axırıncı əməliyyatım açıq beyin əməliyyatım olub. Sizdən uzaq təsəvvür eləyin ki, saçım o qədər gözəl idi ki, həkim mənə qıymayıb narkozda saçımı qırxmışdılar. Düzdür, sonradan saçım zadım çıxdı. Yəni mən doğrudan da o xərçəng xəstələrinin, düzdür, xərçəng xəstəsi olmamışam, amma ağır xəstəliklərim olub. 8 dəfə narkoz olmuşam. Amma mən doğrudan da o həyatı yaşamışam. Mən biraz vaxtında ayıldım, deyim ki. 53 yaşım var. 50 yaşımdan başladım bütün bu həyatdan zövq almağa. Mən də özüm üçün heç yaşamamışam. O kitabda da yazılanlar, Broniverin yazdığı xəstələrin də həqiqətən faktlardır. Xəstələrin adları ilə, illəri ilə yazır. O kitabı oxusanız görəcəksiniz. Orada xəstələrin hamısının ən çox heyfsləndiyi nə olur? Özümüz üçün heyf ki, yaşamadıq, artıq gecdir. Həyatı lazımı kimi yaşadıq. Necə ki, mən illərlə yaşamışam. Necə lazımdır həyatı yaşamaq? Yaxşı yaşamaq. Hamısı deyir ki, həmən o Broniverə deyiblər ki, mən yaxşı yaşadım həyatı. Necə lazımdırsa elə yaşadım həyatı, amma özüm üçün yaşamadım. Özümü sevərək yaşamadım. Hamı üçün yaxşı oldum, amma özüm üçün yaxşı olmadım. Ancaq tələsdim, ancaq sevdiyim nə varsa, zövq aldığım nə varsa, onları sonraya saxladım. Bu hərəsi bir xəstələrin sözüdür. Sonraya saxladım, amma sonra da heç baş vermədi. Sonra da bu, yəni günlər qalıb artıq dünyamı dəyişməyə, bəzilərinin saatları. Eynən mən, inanın ki, bir özümdən başqa hamının qayğısına qaldım. Bir özümdən başqa hamını sevindirdim, inanın mənə. Məni tanıyanlar bilir. Biraz bürcümdən irəli gəlir, qız bürcüyəm. Və sonunda nə oldu? Həkimin də mənə dedi ki, sən bu xarakterlə düzələn adam deyilsən. Yəni ki, çalış, xasiyyətini düzəlt. Mən yenə də biraz heç olmasa tez ayıldım. Şükür olsun ki, Allah mənə sıfırdan bir həyat verdi. Dostoyevskinin kitabı var, oxusanız, Dostoyevskini oxuyanlar bilir ki, Dostoyevskiyə ölüm hökmü verilmişdi. Üzürlü sayın əgər uzundursa, kimə maraqlıdırsa qulaq assın, təkrar eləyirəm. Və ölüm hökmünü onun bir göz qırpımında götürürlər. Səhər onu edam edəcəklər deyəndə qardaşı Valeriya məktub yazır və qardaşı Mixayla, üzr istəyirəm, məktub yazır və orada yazır ki, həyat nə gözəliymiş, həyat bir hədiyyəymiş, mən onun qədrini bilməmişəm. Heç olmasa siz bilin. Elə olur ki, bir saniyə
içində onun edamını götürürlər, sürgün eləyirlər və o sürgündə kitablar yazır. Kitablarında yazır ki, həyatın qədrini bilin vaxtında. Və bir orada ən çox sizə onu qısa anladım ki, Broniverin kitabında yazılır ki, Antonio adlı xəstənin 63 yaşı olur bir kişinin. Medsestraya girir, görür ki, çox dərin xəyallara dalıb, soruşur ki, nə olub? Deyir ki, elə gözəl, ürəyim çay istəyir. Çox ağır vəziyyətdə olur. Təzə dəmlənmiş çay istəyirəm. Deyir, ona nə var ki, mən gətirərəm. Gedir ona qəşəng təzə çay dəmləyir, gətirir, qoyur stoluna, deyir, ehtiyatlı ol, əlini yandırar. O götürür çaşqanı əlinə, qaynar, deyir, bunun özünün də bir ləzzəti var. Və çox xəyallara dalaraq deyir ki, mənim ürəyim o qədər doludur. Medsestra da deyir ki, ürəyini boşalt, qoy ürəyində qalmasın. Deyir ki, nə gözəl şey imiş çay içmək. Amma mən bu çayın ləzzətini indi bilirəm. Deyir, niyə ki, indiyə qədər çay içməmsən? Deyir, içmişəm, dəmləmişəm də, amma həmişə tələsərək içmişəm. Həmişə qaynar tez içmişəm və çayın ləzzətini almadan beynimdə ancaq plan cızmışam ki, tez içim, qaçım plan içində alınma, tez içim, düzdür, pulum olub, hər şeyim olub, evim olub, hamıya gözəl gün ağlamışam, amma həyatın olduğum dəqiqədə qədrini bilməmişəm, gözəl olduğunu bilməmişəm. Bax, bu çayın ləzzətini indi alıram və indi də ürəyim boşaldığı üçün heç olmasa buna da çox şükür, yəni onların dilində sağ ol, minnətdarlıq bildirirəm Allaha ki, ürəyimi açıb deyə bildim ki, heç olmasa indi də varsa, nə deyirlər onu, nə elədim? Onu bildirə bildim, yəni ürəyimi aça bildim sizə. Yəni bir çox, o kitabı oxusanız çox təsirlənəcəksiniz. Mənim sizə bu videoda deməyim odur ki, çox xahiş edirəm hər birinizdən. Həyatın qədrini bilin, doğmalarınızın qədrini bilin. Həyat, doğmalarınız dünyanı tutub durmayacaq. Qaynananızın, qaynatanızın, ananızın, atanızın vaxtında halallığını alın. Gözəl yaşayın. Bax, özünüz nə istəyirsiniz, onu da eləyin. Hamıya yaxşılıq eləyin, doğmalarınızı eləyin, eləməliyik, borcumuz odur. Amma özünüzü də fikirləşin. Ürəyinizdəki arzularınızı tez həyata keçirməyə çalışın. Çox xahiş edirəm. Sağlam qidalanın, stressdən uzaq olun. Çox xəstələr o kitabda deyir ki, çox uzundur, çox danışa bilmirəm, videomu çox paylaşmaq olmur. Yoxsa bütün xəstələrdən biraz danışardım sizə və o xəstələrin çoxu deyir ki, çox stress keçirmişəm, çox fikirləşmişəm, götür qoy eləmişəm, eləməyin, götür qoy. Mənim əzizlərim, heç nəyin dəyəri yoxdur bu dünyada. Getdiyimiz yol eynidir, hamının axırı eyni gedir. Ölümə gedirik hamımız. Heç olmasa o getdiyimiz yolda düzgün yürüyəyin, arzularınızı eləyəyin və konflikt bütün ailələrdə var. Deyirsiniz ki, konfliktsiz ailə yoxdur. Məsələ konfliktin axırındadır ki, görək o konfliktdən sonra o doğmalar bir-birinə yenə də belə bağlı qalacaqlarmı? Əgər bağlı qalmırlarsa, yox, bu artıq doğma sayılmır mənim əzizlərim. Çalışın ki, dediyim kimi, arzularınıza çatın, söz söhbəti yığışdırın, bir qarış torpağın üstündə dava eləməyin. O bizə qalmır. İnanın ki, lap olsun 3 mərtəbəli eviniz, 50 dənə kravatınız, bir kravatda yatırsınız mənim əzizlərim. 50 divanınız olsun, bir kresloda oturursunuz. 50 yaşınızdan gözünüz yaxşı görməməyə başlayır. 70-80 yaşınızda artıq istəmirsiniz ki, harasa gedib gəzəsiniz. 80 yaşınızdan ümumiyyətcə bu otaqdan o bir otağa keçmirsiniz. Baxmayaraq ki, otaqlarınız 10 dənə olsun, fərqi yoxdur. Ona görə olduğunuz o bir otağın qədrini bilin. Hər bir şeyin qədrini bilin, həyatın dadını çıxardın. Bir də onu deyim ki, Məryəm xanımın qızıl qaydalarını bilib sağlam yaşamaq istəyirsinizsə ki, toksinlər orqanizminizdən çıxsın, xərçəkdən özünüzü qorumuş olasınız. Canınızı mütəxəssisə əmanət etmək istəyirsinizsə, buyura bilərsiniz. İli 20 manatdır. Bircə dəfə 20 manat ödəməklə istər bəylər üçün qrup olsun, istər xanımlar üçün qrup olsun, bir il qrupumda qalırsınız və həmən sizə gözəllik sirlərimi, bütün qızıl qaydalarımı öyrədirəm. Nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə deyirəmsə, o cürə də yaddaşa salın mənim əzizlərim. Heç bir əlavələr etməyin özünüzdən. Üstə gələk 7 901 288 26 94. Əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.